Herkese salam, YouTube kanalıma xoş gəlmisiniz. Mən Sevinç, ən sevdiyim fəsil payız fəslidir. Mənə elə gəlir ki, payız fəsli təbiətdə olan bütün rəngləri özündə cəmləşdirir və buna görə payızda günəşli havalarda gəzməyi çox sevirəm və payız fəslini mətbəximə də daşıyıram. Bugün mətbəximi təmizləyib, payızda mətbəximdə dekor kimi istifadə etdiyim qabları çıxardacağam. Deyirlər ki, gördüyü zaman insanı ən çox sevindirən tərəvəz balqabaqdır və mənə görə də belədir. Çünki balqabaq dekorunu mətbəximdə bol-bol istifadə edirəm. Fəsillər dəyişdikcə mətbəximdə və evdə istifadə etdiyim aksesuarlar dəyişir və bu yalnızca fəsillərlə bağlı deyil, bayramlarla da bağlıdır. Elə düşünürəm ki, qadınlar olaraq ən çox vaxt keçirdiyimiz yer mətbəxdir və mətbəxdə işimizin keyfiyyətli alınması üçün və işimizdən bezməmək üçün ətrafımızın, işlədiyimiz zonanın təmiz, təravətli və gözəl olması şərtdir. Fəsillər dəyişdikcə, bayramlar yaxınlaşdıqca mətbəximdə istifadə etdiyim aksesuarlar da dəyişir. Payız fəslində, qış fəslində, daha sonra yeni il, Novruz bayramı, Ramazan bayramı, hər birində mətbəximi belə gözəl bəzəməyi çox sevirəm. Bu məni çox xoşbəxt edir. Çox da mətbəxi sevən biri deyiləm, ancaq mətbəxim gözəl olduğu zaman, göz oxşadığı zaman gördüyüm işdən həqiqətən həzz alıram. Havalar tez qaraldığı üçün mətbəxdə müxtəlif formalı, qoxulu, ətirli şamlardan istifadə etməyi də çox sevirəm. Çox yaxında yağışlar başlayacaq, soyuqlar düşəcək. Ona görə də günəşli payız havasının həqiqətən dadını çıxartmaq lazımdır. Oğlumla birlikdə kiçik bir piknikdən sonra biraz mağazaları gəzməyə başladıq. Payız fəsli gəldiyi zaman hər tərəfdə belə gözəl narıncı rəngdə balqabaqları görmək məni çox sevindirir. Və bir fincan həvəskarı olaraq bu gözəllikləri görməzdən gələ bilməzdim. Çayın yanına tez başa gələn bişməyən desert hazırlayıram. Yalancı kartuşka. Bunun üçün 2 paket şokoladlı peçenyanı doğrayıcıya əlavə edib xırdalayıram. Üzərinə 60 qram otaq temperaturunda yumşalmış kərə yağını əlavə edib qarışdırıram. Qarışımın üzərinə 120 ml qatlaşdırılmış südü əlavə edib yoğururam. Qarışımdan kiçik hissələr götürərək forma verməyə başlayıram. Forma verdikdən sonra hər birini qaba yerləşdirib üzərinə əridilmiş ağ şokoladla bəzəyirəm.
təxminən 5-6 dəqiqə soyuducuya yerləşdirib şokoladın donmasını gözləyirəm. Çox dadlı oldu. Mütləq hazırlamalısınız. Videomu izlədiyiniz üçün təşəkkür edirəm. Mənə dəstək olmaq üçün kanala abunə olmağı və videomu bəyənməyi unutmayın.